Salam, hər vaxtınız xeyir, mənim əziz şagirdlərim. Bu gün mən sizə sadə cümlənin şəxsə görə növlərinin izahını verəcəm. Mənə deyirsiniz ki, müəllimə, biraz xahiş edirik, yavaş danışın. Çox sürətli danışırsınız, izah edirsiniz, çatdıra bilmirik. Baş üstə mən artıq bundan sonra izahları 0,5 ilə danışacağam və siz 2x-ə qoyub artıq izahlarımı dinləyə bilərsiniz. Deməli, sadə cümlənin şəxsə görə növləri bir mübtəda əsasında formalaşır, bir də xəbər əsasında formalaşanlar var. Mübtəda əsasında formalaşan sadə cümlələrdə mübtədanın iştirakı əsasdır. Xəbər əsasında formalaşanlarda isə orada xəbərin iştirakı əsas olur. Mübtəda əsasında formalaşanlara biz adlıq cümlə deyirik. Xəbər əsasında formalaşanlara isə müəyyən şəxsi cümlə, mən qısa yazacağam, qeyri-müəyyən şəxsi cümlə, qələm arada yazmır, qeyri-müəyyən şəxsi cümlə, ümumi şəxsi cümlə, həm danışıb, həm yazmaq o qədər çətindir ki, və şəxsiz cümlə. Deməli, biz burada öyrəndik ki, mübtəda əsasında formalaşan və xəbər əsasında formalaşan və biz bu cümlələrə necə cümlə dedik? Sadə cümlələr dedik. Sadə cümlə nə deməkdir? Sadə cümlənin təbii ki də neçə qrammatik əsası olur? Bir qrammatik əsası olan cümlələrə deyilir. Bir qrammatik əsas o deməkdir ki, yəni burada bir mübtəda, bir xəbər, yəni ümumiyyətlə hərəkətin icrası bir nəfər tərəfindən olunur. Məsələn, deyirəm ki, Əli gəldi. Və bunun bir qrammatik əsası var. Çünki bu iş edən Əlidir. Əli gəldi, Aynur getdi desə, burada 2 qrammatik əsas olacaq və mürəkkəb cümlə olmuş olacaqdır. Çünki 2 iş var, gəlmək və getmək. Birini Əli, digərini Aynur elədiyinə görə bu artıq olur mürəkkəb cümlə. Amma yuxarıda mən burada Aynuru silsəm, deməli bu artıq çevriləcək sadə cümləyə. Ümumiyyətlə cümlə anlayışından danışırıqsa, bunu da qeyd edim ki, cümlənin özü müxtəsər və geniş ola bilər. Müxtəsər, yəqin ki bu adını bilirsiniz nə deməkdir? Bir də geniş. Yəni adından artıq bizə bəllidir. Amma biz bunu qrammatikada necə öyrənirik? Müxtəsər cümlədə mübtəda və xəbər olur. Geniş cümlədə isə mübtəda da olur, xəbər də olur. Yəni bu olmaya da bilər ha. Əsas odur ki, geniş cümlədə mübtəda və xəbərlə yanaşı ikinci dərəcəli cümlə üzvü olsun. Gəlin nümunə əsasında deyək, daha yaxşı başa düşəsiniz. Məsələn, yazıram ki, Əli gəldi. Və görürsünüz, bu sadə cümlədir, çünki gələn Əlidir. Amma mən artıq bura desəm, dünən gəldi, burada zərflik işləndi deyə bu geniş cümlə olacaq. Lap buradan Əlini silirəm. Cümlə olur dünən gəldi. Və görürsünüz, 2 cümlə üzvü var. 1 və 1, yəni 2. Çaşıb buna sadə ümumiyyətlə müxtəsər demirik. Necə cümlə deyəcəyik? Yenə də geniş. Çünki burada ikinci dərəcəli üzv olan zərflik var. Və yaxud da yazıram tez danış. Danış, nə tərzdə? Tez. Bu da geniş cümlə olacaq. Çünki burada ikinci dərəcəli cümlə üzvü var. Əli danış. Danışır. Əli danışır. Bu artıq necə cümlə olacaq? Müxtəsər cümlə olacaq. Bəs yaxşı, yazıram ki, danışır. Bəs bu necə cümlədir? Bu da müxtəsər cümlə olacaqdır. Bəs yaxşı, yazıram qızdır. Bu müxtəsər cümlədir. Amma mən bunun qabağına gətirib gözəl yazıb, bunu təyin eləsəm, artıq bu çevrilib necə cümlə olacaq? Bəli, geniş cümləyə çevriləcəkdir. Gəlin indi sadə cümlənin şəxsə görə növlərindən danışdıq və burada deyirik ki, müəyyən şəxsi cümlə, müəyyən şəxsi cümlənin düsturunu yadında saxlayaq. Deməli, müəyyən şəxsi cümlədə mübtədası da olur, xəbəri də olur. Və burada xəbər bütün şəxslərdə ola bilir. Yəni, müəyyən şəxsi cümlədə xəbər olur, mübtəda buraxıla bilər. Mötərizə içərisinə verdimsə, bilin ki, buraxıla bilər. Xəbər isə burada qorxmalıyıq. Nədən? Əgər xəbər ikinci şəxsin təki, üçün cəmidirsə, deməli burada artıq bizi çaşdıra bilərlər. Bunlardan başqa, bunlar yəni ola da bilər, olmaya da bilər. Nümunələr əsasında gəlin deyək. Məsələn, yazıram ki, mən gəldim.
Bu müəyyən şəxsi cümlədir. Gələn kimdir? Mən. Bəllidir. Sən oxudun. Bu müəyyən şəxsi cümlədir. Oxuyan kimdir? Sən. Yazır. Kim yazır? O. Bu mübtəda buraxılmışdı. Bərpa elədim, yenə də müəyyən şəxsi cümlə olacaqdı. Gedirik. Kim gedir? Kim? Biz. Bəli, bu da müəyyən şəxsdir. Mübtəda buraxılmışdı, amma bərpa elədim. Yəni müəyyən şəxsi cümlə çox rahatdır və müəyyən şəxsi cümlə geniş də ola bilər, müxtəsər də ola bilər. O yazır. Görürsüz, müxtəsərdir. O indi yazır desəm, zərfli əlavə eləsəm, geniş cümlə olacaq və yaxud da daha da genişləndirəm. İndi o tez-tez yazır. Nə tərzdə yazır? Tez-tez. Sən oxudun. Sən nə vaxt oxudun? Dünən. Sən dünən nəyi oxudun? Bunu. Artıq mən bura həm tamamlıq, həm zərfliyi əlavə eləsəm, artıq müəyyən şəxsi cümlə geniş cümləyə çevrilmiş olacaqdır. Keçirik qeyri-müəyyən şəxsi cümlə. Qeyri-müəyyən şəxsi cümlənin düsturu necə olacaqdır? Mübtədası olmur. Və yadınızda qalsın, bu cümlənin mübtədası olmur. Xəbəri isə olur. Amma xəbər bütün şəxslərdə yox. Üçüncü şəxsin yalnız cəmində olmalıdır. Məsələn, yazıram ki, gəlirlər. Bu qeyri-müəyyən şəxsi cümlədir. Gələn kimdir? Bir qrup adamdır, amma bizə bəlli deyil. Müəllimlər ola bilər, həkimlər ola bilər. Amma mən gətirib burada bunu versəm, onlar gəlirlər. Artıq burada mübtəda olmuş olacaq. Bu müəyyən şəxsi cümlə olacaq. Amma mən yox, onları silsəm qeyri-müəyyən olacaq. Və yaxud da yazıram ki, səni idarəyə çağırırlar. Bax, burada kim çağırır? Onlar. Bax, görürsünüz, burada onları verməyibdir. Verməyibsə, siz buna qeyri-müəyyən şəxsi cümlə deyə bilərsiniz. Amma yox, mən buradakı onları mötərizəni silib versəm, artıq bu müəyyən şəxsi cümlə olacaq. Ona görə də onlar sözünü vermirik. Sanki başından qaynar su tökdülər. Bax, sanki başından qaynar suyu tökdülər. Bax, görürsünüz burada. Tökdülər cəmdədir. Kim edib bunu? Onlar. Verilməyib deyə bu hansı cümlə olacaq? Qeyri-müəyyən şəxsi cümlə olacaq. Bəli, artıq burada onlar verilmədiyinə görə biz buna rahatlıqla qeyri-müəyyən şəxsi cümlənin deyə bilərik. Gəlin indi keçək növbəti ümumi şəxsi cümlə. Ümumi şəxsi cümlə adından göründüyü kimi fikir kimə aid olur? Hamıya, hər kəsə. Bu cümlələr atalar sözü. Bu cümlələr məsələn aforizmlər, hikmətli sözlər, məsələlərə aid olur ki, məsələn deyirəm ki, qaranlıq quyuya daş atmazlar. Görürsüz, burada bir də bunun düsturunu unutdum deməyi. Ümumi şəxsi cümlənin düsturu isə budur. Mütləq yadda saxlayaq. Bu cümlədə mübtəda olmur, xəbər üçün cəmi olur. Mübtəda olmur, xəbər ikinin təki olur. İndi deyəcəksiniz, axı müəllim, qeyri-müəyyən şəxsi cümlədə də dediniz xəbər üçün cəmi olur. Biz indi hardan bilək ki, bu qeyri-müəyyəndir yoxsa ümumidir? Siz bunun məzmunundan biləcəksiniz. Fikir hamıya aiddir. Və görürsüz, burada lar var. Biz buna qeyri-müəyyən demirik. Nə olsun ki, burada onlar sözü verilməyibdir. Burada mən məzmuna baxıram. Baxıram ki, fikir kimə aiddir? Hamıya aiddir, hər kəsə aiddir. Deməli, bu necə cümlə olacaqdır? Bəli, ümumi şəxsli. Və yaxud da yazıram ki, cücəni payızda sayarlar. Bu fikir hamıya aiddir ki, ay filan kəs, cücənizi payızda sayın ki, qırılanlar qırılıb, qalanlar qalıbdır. Görürsüz, burada lar var. Bu fikir hər kəsə aiddir, hər kəsə nəsihət verir, atalar sözüdür. Deməli, bu cümlə ümumi şəxsi cümlədir. Bəs belə yazsam, cücəni payızda saydım. Kim? Mən. Bax, burada artıq mən əlavə eləyə bilirəmsə, bu müəyyən şəxsi cümlə olacaq. Bunun xəbəri birinci şəxsin təkindədir. Bəs bu cür yazsam, cücəni payızda, mən niyə belə səliqəsiz yazıram arada? Qələmim tutur. Cücəni payızda
Sayıblar. Və görürsüz, bu da var. Nozun atalar sözünün dəyişdirilmiş forması. Artıq cücəni payızda sayıblar deyirəmsə, bu bir qrup adama aiddir. Kimə aiddir? Onlara. Bir qrup adama aiddirsə, fikir. Deməli, bu qeyri-müəyyən şəxsi cümlə olacaqdır. Yazıram ki, şəhərdə addım başı qəribə adama rast gəlirsən. Şəhərə kim gedirsə, hər kəs rast gəlir. Xəbərim neçənci şəxsdə oldu? Gələn kimdir? Sən. Xəbər ikinci şəxsin təki olursa, bu necə cümlə olur? Ümumi şəxsi. Mən getsəm, mən də rast gələcəm, sən getsən, sən də rast gələcəksən. Ona görə bu ümumi şəxsdir. Çox vaxt testdə belə düşür. Dost dar gündə tanınar. Tanınar. Buna ümumi şəxsi deyə bilmərik ha. Niyə? Çünki burada dost var. Dost nədir? Mübtəda. Əgər bu cümlənin mübtədası varsa, bu necə cümlə olacaq? Bəli, müəyyən şəxsi cümlə olacaqdır. Ona görə biz bunları qarışdırmayaq. Sonuncu cümləmiz isə hansı cümlə olacaq? Şəxsiz cümlə. Şəxsiz cümlədə isə mübtədası olmur və bunu bərpa eləmək olmur. Xəbəri isə üçüncü şəxsin təkində olmalıdır. Məsələn, belə bir nümunə yazaq. Qışın ən soyuq vaxtı idi. Bax, çox vaxt yoldaşlar elə bilir ki, burada xəbər vaxtı idi. Vaxt nəyə aiddir? Qışa aiddir. Deməli, qışa aiddirsə, hamısı bir yerdə xəbərdir. Sən burada mübtəda artıra bilərsən, o, bu, mən, sən, qışın ən soyuq vaxtı idi, deyə bilmirik. Deməli, bir xəbərdən ibarətdirsə, deməli, siz buna şəxsiz cümlə deyəcəksiniz. Şəxsiz cümlənin xəbəri neçənci şəxsdə oldu? Bəli, üçün təkində oldu. Və yaxud da deyirəm ki, onun belə bir cümlə verilir. Bu gün qəlbi qırıldı. Nə etdi? Qəlbi qırıldı. Nə zaman bu gün? Şagird deyir: "Axı müəllim, mən burada mübtədanı əlavə eləyirəm onun." Balam, sən burada o mübtədasını əlavə eləməlisən. Sən artıq burada onun əlavə eləyirsənsə, bu mübtəda deyil. Bu sadəcə onun qəlbi. Hamısı bir yerdə gedəcək. Artıq sən onu bura gətirsən, onun qəlbi qırıldı. Bu cür hamısı bir yerdə təhlil olunmuş olacaq. Gəlin indi testlər üzərindən baxaq. Və burada belə bir cümlə var. Onları nazirliyə dəvət etmişdilər. Etmişdilər kimi onları. Mən görürəm ki, kim dəvət etmişdi? Və onlar. Burada mübtəda onlar olmalı idi, amma yoxdur. Bu isə bir qrup adama aiddirsə, deməli bu nə olacaqdı? Qeyri-müəyyən şəxsi cümlə olmuş olacaqdı. Başqa bir nümunəyə baxaq. İşçilər şəhərə yola düşdülər. Düşdülər, yola düşdülər. Kim? İşçilər. Burada artıq mübtədamız var. Bəli, var. Mübtəda varsa bu necə cümlə olacaq? Bəli, müəyyən şəxsi cümlə olacaqdır. Və yaxud da belə bir nümunəyə baxaq. Sabahkı iclasa yaxşı hazırlaşarsan. Kim? Sən. Artıq mən burada səni bərpa eləyə bilirəmsə, bu necə cümlə olacaq? Müəyyən şəxsi cümlə olacaqdır. İstirahət zonasında çoxlu xarici turistlərlə qarşılaşırsan. Burada da səni əlavə edə bilirəm. Amma mən burada fikir verirəm ki, buradakı turistlərə istirahət zonasına kim getsə, bunların hər biri rastlaşacaqdır. Ona görə buradakı fikir ümumi şəkildə hər kəsə aid olacaq. Məktəbdə yığıncaq təşkil etmişdilər. Kim? Bir qrup adam edib bunu. Bir qrup adam edib, yəni onlar edibsə, bu qeyri-müəyyən şəxsi cümlə olacaqdır. Növbətiyə baxaq. Qaçanı qovmazlar. Bir qrup adama aid deyil. Bu dünyada hər kəsə aid nəsihətamiz bir fikirdir. Hamıya aiddirsə, atalar sözüdürsə, deməli bu necə cümlə olacaq? Ümumi şəxsi cümlə olacaq. Onu səhər saat 6-da məktəbə çağırdılar. Bütün dünyanı çağırmayıblar ki, bir qrup adam çağırıb bunu. Deməli bu necə cümlə olacaq? Qeyri-müəyyən şəxsi cümlə. Anadan belə laqeyd danışmazlar. Fikir kimə aiddir? Hamıya aiddir. Hamıya aiddirsə bu necə cümlə olacaq? Ümumi şəxsi cümlə olacaqdır. Daha sonra gəlin bir neçə nümunəyə də baxaq, daha dəqiq başa düşək. Bax, məsələn, səhərdir. Bir dənə xəbərdən ibarətdir. Mübtəda əlavə eləyə bilmiriksə, bu necə cümlədir? Şəxsiz cümlə. Qış axşamı idi. Bir dənə xəbərdir. Şəxsiz cümlə. Baharın ilk günlərindən idi. Şəxsiz cümlə. Toydur. Harada? Kənddə. Mübtəda əlavə eləyə bilirik? Yox. Şəxsiz cümlə. Dağa yürüyüş edildi. Haraya? Dağa. O, mən, sən artıra bilirsiniz?
Yox. Bəs deyir müəllim artıra bilirəm axı o dağa. Burada o deyəndə bu təyin olur, mübtəda olmur. Hansı dağa sualına cavab verir. İclasda bu məsələyə toxunulmuşdu. Toxunulmadı daha doğrusu. Burada da mübtədası yoxdursa, şəxsi cümlə olacaq. Müəllimin onun cavabından xoşu gəldi. Xoşu gəldi. Olmur burada xəbər. Xəbərimiz nə olacaq? Kimin xoşu gəlib? Müəllimin. Hamısı bir yerdə gedəcək. Çünki bu xoş kimə aiddir? Müəllimə. Ona rəhmim gəlir. Nə edir? Rəhmim gəlir. Uşaq deyir axı mübtədanı əlavə edirəm, mənim rəhmim gəlir. Sən mənimi bura əlavə eləsən, rəhim mənə aid olduğuna görə hamısı bir yerdə xəbər olaraq gedəcəkdir və bu da şəxsi cümlə olmuş olacaqdır. İndi isə adlıq cümlə haqqında danışmaq istəyirəm ki, adlıq cümlə isə əşyanın, hadisənin adı çəkilməklə onun mövcudluğu haqqında məlumat verən sadə cümlələrimizdən birinə deyilir. Adlıq cümlənin xəbəri olmur, ona mübtəda əsasında formalaşır. Yadınızda qalsın ha, adlıq cümlədə qətiyyən xəbər olmaz. Məsələn, görürsüz cıdır düzü nöqtə qoyuldu. Bunun ikisi bir yerdə sadə adlıq cümlədir və adlıq cümlədə geniş də ola bilər, müxtəsər də ola bilər. Qarabağ bir mübtədadan ibarətdirsə bunlar sadədir. Amma bu mürəkkəbdir. İgidlər, necə igidlər? At sapan. Adlıq cümləyə biz bədii ədəbiyyatda daha çox rast gəlirik ki, bax gözəl bir yay gecəsi. Nə? Yay gecəsi. Necə? Gözəl. Bu geniş cümlədir. Çünki təyini var. Şəhərin kənarında 2 mərtəbəli bir bina. Görürsüz, sanki cümlə tam bitmir. Axı burada xəbər yoxdur. Nə bina? Şəhərin kənarında harada zərfliyimiz var. Necə bina? 2 mərtəbəli. Bu geniş adlıq cümlə olacaq. Novruzun son çərşənbəsi. Bu sadədir. Bu müxtəsərdir. Çünki burada Novruzun çərşənbəsidir. Bir yerdə mübtəda getmiş olacaqdır. Yəni adlıq cümləmiz haqqında da bu qədər sadədir. Yəni burada heç bir çətinliyimiz yoxdur. Baxın, burada ulduzlu bir yay gecəsi. Yay gecəsi idi, necə ulduzlu? Bu necə cümlə olacaq? Şəxssiz. Gəlin, indi biz düsturları xatırlayaq. Birinci, müəyyən şəxsi cümlənin düsturu nə idi? Mübtəda olur, xəbər olur. Xəbər neçə şəxslərdə olurdu? Bütün. İkinci, qeyri-müəyyən şəxsi cümlənin düsturu necə idi? Burada mübtədası olmur. Xəbəri neçənci şəxsdə olur? Üçüncü cəmində. Üçüncü şəxsdə mübtədası olmurdu. Ümumi şəxsdə xəbər üçün cəmində olurdu. Bunların fərqi o idi ki, burada fikir hamıya aid olurdu və mübtədası olmurdu. Xəbər neçənci şəxsdə olurdu? 2-nin təkində. Çox vaxt testdə sizə bunu 2-nin cəmi verib çaşdıracaqlar, çaşmayın. Dördüncü şəxsiz cümlə idi. Şəxsiz cümlədə isə mübtəda dedik olmur. Bunu bərpa eləmək də olmur. Xəbərimiz isə üçüncü şəxsin nəyi olurdu? Bəli, təkində olmalı idi. Dərsin izahı bu qədər. Sağ olun, salamat qalın.